Ölkə taleyi yüklü, ağır günlər yaşayır. İllərdir müharibənin yaratdığı fəsadlarla mübarizə aparır. ABŞ və Avropa dövlətləri humanitar və maddi yardımlar ayırır. Bəzi oliqarxlar isə vəziyyətdən sui-istifadə edir. Prezident Zelenski isə illərdir özünü bu işin kənarında göstərməyə çalışsa da antikorrupsiya hərəkətlərindən bərk narahat olub. Bu prosesi yubatmaqla məşğuldur. Slava Ukrayna! Söhbət Ukraynada enerji sektorunda fəaliyyət göstərən müəssisələrdə aşkarlanan korrupsiya faktlarından gedir. Ukrayna Milli Antikorrupsiya Bürosu, yəni NABU, 10 noyabrda Energoatomda, eləcə də digər strateji obyektlərdə pul mənimsəmə sxemini aşkar edən Midas əməliyyatının son mərhələyə qədəm qoyduğunu elan edib. İl yarım davam edən əməliyyat çərçivəsində cinayətkarları ifşa edən 1000 saatdan çox əməliyyat səsiyası toplanılıb. Xarici valyuta dolu çantaları aşkar edən axtarışların görüntüləri yayımlanıb. NABU həmçinin YouTube kanalında cinayət əməlləri ilə bağlı bir sıra epizodlar paylaşıb. Ortada təkzib olunmaz faktlar var. Ukraynanın son illərdə ənənəvi problemlərindən biri təhlükəsizlik və korrupsiyadır. Hər hansı bir xarici televiziyanı açsanız, həmişə deyirlər ki, Ukrayna korrupsiyaya bulaşmış bir ölkədir. Biz bu imicdən xilas ola bilmirik. Korrupsiyaya bulaşan şəxslərə gəlincə, şəbəkənin mərkəzində Volodimir Zelenskinin hələ prezidentliyindən əvvəl Kvartal 95 layihəsindən biznes ortağı olan iş adamı Timur Mindiç dayanır. Maraqlısı odur ki, Mindiç NABU əməliyyatı başlamazdan cəmi bir neçə saat əvvəl Ukraynanı tərk edə bilib və ona bu şəraitin hakimiyyət tərəfindən yaradıldığına dair ciddi və haqlı şübhələr var. Energetika naziri German Galushenko, onun müşaviri Igor Miranyuk və Energoatomun təhlükəsizlik direktoru Dmitri Basov da rüşvət və atqat əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Qanunsuz yollarla əldə edilən pullar Ukrayna təhlükəsizlik orqanlarına rüşvət vermək, xaricə köçürmək və xüsusilə İsveçrədə bahalı daşınmaz əmlak almaq üçün istifadə edilib. Bu şəxslərin hər biri Zelenskinin silahdaşlarıdır. Yəni külli miqdarda pulun mənimsənilməsi Ukrayna prezidentinin icazəsi olmadan həyata keçirilə bilməzdi. Faktlar təsdiq edir ki, korrupsiya üçün münbit şəraiti yaradan da elə Volodimir Zelenskinin özüdür. Əks halda bu məsələ bu qədər geniş miqyas almazdı və ölkəni tanıyanlar belə irəli gedə bilməzdilər. Biz təəssüflə deyə bilərik ki, geniş miqyaslı müharibəyə baxmayaraq Ukraynada korrupsiya mövcuddur. Son vaxtlar Energoatomda aparılan həbs əməliyyatları isə mühüm göstərici sayıla bilər. Çünki bu, müasir müstəqil Ukraynada ən iri korrupsioner həbs hadisələrindən biridir. Cəmiyyətin, xüsusilə müharibə dövründə talançılarla eyni səviyyəyə qoyulan korrupsionerlərə qarşı lazımi tədbirlərin görülməsinə böyük ehtiyacı var. Korrupsiya qalmaqalında baş nazirin keçmiş müavini Aleksey Çernışevin da adı hallanır. Ukrayna cəmiyyətində ən çox qəzəb yaradan məqamsa oğurlanan pullardan Energoatomun keçmiş rəhbəri, sonradan Rusiya agenti və vətən xaini olduğu üzə çıxan, hazırda Rusiyada yaşayan və senator olan Andrey Derkaça da pay çatmasıdır. Səs yazılarında vəsaitlərin bir hissəsinin Moskvaya köçürülməsi və bunun müharibə gedə-gedə baş verməsi üzə çıxıb. Cəbhədə qızğın döyüşlər davam edən ərəfədə Ukrayna prezidenti və onun dostlarının başı Ukrayna xalqının mübarizəsi üçün ayrılan pulları ələ keçirməyə qarışıb. Qara ləkələri təmizləmək, yeni yanlış təsəvvürləri aradan qaldırmaq və əlbəttə ki, Ukraynanın mövqeyini izah etmək vacibdir. Çünki göz yummaq və demək ki, güya korrupsiya yoxdur, bu düzgün deyil. Korrupsiyaya qarışan təkcə Ukrayna prezidentinin yaxın ətrafı deyil. Biden administrasiyası və şəxsən Joe Bidenin oğlu Hunter da Ukraynada korrupsiyada əsas fiqurlardan biri olub. Mövcud vəziyyətdə prezident Zelenski də məsuliyyət daşıyır. Çünki Hunter həm də onun dostu, o özü isə Bidenin ən böyük dəstəkçilərindən olub. İndi o, hadisələrin gedişatından narahatdır. NABU-nun fəaliyyətini məhdudlaşdırma cəhdləri də bunun bariz nümunəsidir. Ölkənin müharibə şəraitində olduğu zamanda xalqın və ordunun haqqının tapdanması heç bir halda cavabsız qalmayacaq.
Korrupsiya qalmaqalı qarşıdakı seçkilərdə Zelenskinin yenidən prezident seçilmək şansını da ciddi şəkildə azaldır. Çünki xalq təkcə müharibənin səbəbkarı kimi deyil, Volodimiri korrupsiyanın da əsas fiquru kimi görür. Ümidlər ölür və Ukraynanın gələcəyi böyük sual altına düşür. Hökuməti bürüyən bu qanunsuzluq beynəlxalq tərəfdaşların Ukraynaya dəstəyinə də ciddi təsir göstərə bilər. Çünki artıq CNN, Figaro kimi qlobal nəşrlər də Ukraynada baş verən korrupsiya halları ilə bağlı geniş məqalələr yazır. Ekspertlərin fikrincə, bu olduqca pis perspektivlərə yol açacaq. Eyni zamanda korrupsiya qalmaqalı cəbhədə də ruh düşkünlüyü yaradacaq. Yəni Ukraynanı daha ağır günlər gözləyir. Sabir Bilalov, Fidan Şakir qızı, ASTV xəbər.